Qardaşım, bax mən bir dəfə də sizə deyirəm, düzdür Hacı Şahin gəlib açıq aşkar artıq azadlığa müsahibə verdi və dedi ki, mənim mövqeyim Allah şükürün mövqeyidir və mən də Nardalanda ölənləri terrorçu adlandırıram və bizim şəhidlərimizi təhqir etdi. Amma bunu da bilin, bəlkə hətta gəlib bunu çıxartdılar TV kanallara, Hacı Abgülü, Hacı Mövsimi də belə təhqir etsin, onlara da terrorçu adlandırsın. Bu bir siyasətdir. İstəyirlər ki, bizim başımızı bunlara cavab verməklə qaçsınlar. Bizim hisslərimizi bunlara qarşı oyatsınlar və bizim bütün enerjilərimizi bu Hacı Şahin kimi qardaşlara cavab verməkdə qərar versinlər. Çox təəssüf, bunlar bu oyuna getdilər. Bunlar artıq bu belə deyək də palçıqlığın içinə giriblər və çıxa bilmirlər. Dua eləyək ki, çıxsınlar inşallah. Amma bizim vəzifəmiz daha bunlara cavab vermək deyil. Ona görə ki, düşmənin siyasəti budur. Əsl düşmən qala-qala, əsl planlar arxada qala-qala, zahirdə bizə belə deyək də əsl olmayan düşməni görsədib və onunla mübarizəyə çağırır. Necə ki, bugün belə deyək də əsl teröristlər və əsl İslam düşmənləri İsrail qala-qala bugün məcbur İslam dünyasında bir döyüş hazırlayıblar ki, məcbursan bir şiə olaraq, bir əhl-i sünni olaraq o da Allahu Əkbər deyən terörist vahabilərlə vuruşasan. Halbuki o özü oyuncaqdır. O özü nədir? Əsl düşməndir. Əsl düşmən bunun arxasında gizlanan İsrail və Amerikadır. Amma bir vəziyyətə gəlib çatdırdılar ki, artıq sən məcbur olasan özünü müdafiə eləmək üçün, hərəmləri müdafiə eləmək üçün bu işi terrorçularla ki, onlar da müsəlmandılar, amma o müsəlmanlar ki, allanıblar, onlarla ne eləyəsən, bütün enerjini qoyasan, bunlarla mübarizə eləyəsən və kənarda olan düşmənlər də bizlərə oturub gülsünlər. Bugün Azərbaycanda bu planın xırda bir forması icra olunur. Yəni düşmən gəlir, hücum eləyir, müqəddəs saydıqlarımızı hörmətsizlik edir, balalarımızı şəhid edir, ana bacılarımızı gözləri yaşlı qoyur, Nardalanda cənazələr verilmir, indiyə qədər də heç bir xəbər yoxdur. Necə ki, xanım Zeynəb istədi Aşura günü o cənazələri dəfn eləsin, cənazələri torpağa bastırsın. Qoymadılar Yezidçilər. Dedilər ki, biz öz cənazələrimizi dəfn edirik, amma siz xaricisiz. Hüseyin İbn Əli kimi şəxsiyyətə və onun pak sahabəsinə xarici deyəndə məlumdur da bizə də terrorçu deyəcəklər, bizim də cənazələrimizlə bu cür edəcəklər. Amma qaldı ki, bugün Hacı Şahin kimi qardaşların bu cür addımları ki, bizi həqiqətən hisslərimizi, bugün həqiqətən bizim qəlblərimizi narahat edir və bizlərə qəm-qüssə gətirir. Amma bizim vəzifəmiz bugün onlara indi cavab vermək deyil, onların əleyhinə Facebookda yazı yazmaq deyil, onları təhdid eləmək deyil. Bugün bizim vəzifəmiz əsl düşmənlərin planlarını açmaqdır. Bugün bizim vəzifəmiz təfəkkürlə mübarizə aparmaqdır, nə şəxslə. Hacı Şahinə gedir, onlar terrorçudular. Gəlsən sübut elə biz terrorçu deyirik. Ay millətimiz, ay xalqımız, biz terrorçu deyilik. Əsl terrorçular vəhabilərdilər, başkəsəndilərdilər, İsrailin qullarıdırlar. Zakatala İsmailin meşəsində gizlanan, belə deyə də qruplaşma şəklində bazı yaradan bu vəhabilərdilər ki, onlar qala-qala bizlərə hücum edirlər. Niyə? Ona görə ki, o vəhabiləri özləri yaradıblar. Onların niqruşkalarıdırlar bunlar. Bunlar istədiyi vaxtı onlardan istifadə edirlər. Şiədir ki, bilirlər bunlara baş əyməyəcək. Və şiədir ki, Hüseyin bayrağını qaldırsa, bunların qabağında əyilməyəcək. Ona görə bunlar gərək şiəni terrorçu qələmə versinlər. Şiədir ki, sülhəmanlığı dünyaya yayacaq. Müsəlmançılığı dünyaya yayacaq. Bu da Azərbaycanda planlı şəkildə İsrail səfiri tərəfindən icra olunur. Əgər istəyirsiniz birini hədəf alasınız, İsrail səfirini hədəf alın. Əgər istəyirsiniz birini hədəf alasınız, İsrail səfirini hədəf alın. Bu hacılar da bu ortaya düşdülər, çox təəssüf. İndi deyirəm də daha çıxa da bilmirlər. İnşallah bu vəziyyətdən çıxa bilsinlər. Bugün hətta lazım olsa saxta profillərlə Facebookda, müxtəlif şəbəkələrdə
o Şiə adı ilə Hacı Talehin şəkili qoymaqla, Hacı Mövsümün şəklini qoyan profillərlə lap Hacı Şahini təhdid eləsinlər ölümə, sonra da planlı bir şəkildə Hacı Şahini öldürsünlər, onu da yıxsınlar bizim başımıza, Şiə ilə Şiənin arasında bir dənə vuruşma yaratsınlar ki, artıq daha bir neçə il bu vuruşmanın biz nəyin zərərlərini görək. Ona görə bəsirətli olun. Biz bunları Allaha tapşırırıq bu hacıları. Onlar da bilirlər ki, bu Hacı Talih gibi şəhid olunlar, terrorçu olunlar. Yaxşı bilirlər. Yaxşı bilirlər, çox yaxşı bilirlər. Amma siz ayıq olun, siz bəsirətli olun. Əsl düşməni tanıtdırın. Təfəkkürlə mübarizə aparın. İmam Xümeyni də bu cür elədi. O qədər İmam Xümeynini vurdular, ruhanilər, hacılar. Ağa dedilər, ağa bir cavab ver bunlara da. Ağa dedi ki, mənə əgər vaxtımı ayırsam bunlara cavab verən, bəs nə vaxt bu Məlun Rıza Şahla mübarizə aparacağım? Haçan bu enerjimi bunlara xərcləyəcəm? Bugün də düşmən istəyir bizim enerjimiz yalancı bir yolda xərclənsin. Ona görə ayıq olun. Biz bunları Allah'a tapşırırıq. Biz əsl düşmənlərlə mübarizə eləməyə davam edəcəyik və başda İsrail olmaqla. Və naümid də olmayın. Biz şəhadət qapısını üzümüzə Allah açdı və şəhidlərimizin qanı bizə yolumuza bərəkət verəcək. Nardalan xalqı da əslən narahat olmasın ki, 5 dənə bayrağı yığıblar divarlardan, mən nə bileyim yazıları pozublar. Kərbəlanı 17 dəfə bu günə qədər xarab edib şoxum vurdular. Amma dünən Ərbəndə 27 milyon nəfər ya Hüseyn dedilər. Allah bunu sübut elədi. Yezid elə bildi ki, Aşura günü Həzrəti Zeynəbi bu Əhl-i Beyti zəlil elədi. Amma 20 gün heç çəkmədi ki, Allah məcbur elədi Yezidi Həzrəti Zeynəb vasitəsilə rüsva eləsin. O Yezid ki qoymurdu Həzrəti Zeynəb əsirlik vaxtında Şam'a qədər Hüseyn desin, onu vururdular qəmçilərlə. O Yezidi Allah məcbur elədi Zeynəbin xutbələri ilə öz sarayında İmam Hüseynə ilk dəfə rəsmi məclis tuttursun. Allah bilir nə edəcək. Biz ayıq olsaq, biz bəsirətli olsaq, biz düşmənin hilələrinə getməsək, Allah təbarək və teala öz rəhmətini bizə yaydıracaq. Sadəcə naümid olmayaq. Biz imamı zamanımız var. Bizim başımız atası var. Bizim başımızın üstündə bir ata var. Bu mehriban ata bizə yardım olacaq. Sadəcə aktiv olaq. Xəbərimiz olsun məsələlərdən, bir-birimizə dayaq olaq və çalışaq ki, bu məsələlərdə siyasi bəsirətdən uzaq düşməyək ki, bugün İmam Zamana da kim istəyir əsgər olsun, bu siyasi bəsirət çox mühümdür. Həzrət Əli dəfələr Nəsib Ağada buyurur, icraçı, hər imamın icraçı qüvvələrin gəlir 3 xüsusiyyəti olsun. Elmdir, təqvadır, siyasətdir. Ki 313 nəfər də gələk bu 3 xüsusiyyətə malik olsunlar. Yəni təkdə müştehid olmaq nə üçün olmur? 3 xüsusiyyət, siyasət, düşməni tanımaq, planları tanımaq, düzgün addımlar atmaq, yerində hərəkət eləmək və xidmətçi ərz edeyim ki, heç vaxt fitnə zamanı haqqın üstün örtməmək, batil kimi qələmə vermə, haqqı da haqq kimi. Əgər belə deyilir, gücün də çatmır haqqı deyəsən, bilirsən ki, sənə imkan verməyəcəklər, onda artıq belə deyəcəm, onda artıq sən sükut eləyirsən və yaxud yazılar yazsan qələminlə, dualarınla bu zalimi ifşa edirsən, amma zalimin hiləsinə getmirsən. Səni məni məcbur eləsələr ki, gəl danış, Bəhlulu danəndə neynədir? Ki onu Bəhlulu divanə deyirlər. Harun Rəşid istəyir ondan istifadə eləsin, özün vurdu dəliliyə. Ona görə burada daha təqiyyə getmir ki, təqiyyə o vaxtdır ki, sənin təqiyyən haqqı batil kimi qələmə verməsin. Batili haqq kimi qələmə verməsin də. Əgər qərar olsa bu cür olsun, ya hazır olursan, başın geçsin, amma haqq qalsın. Əgər buna hazır olmasan, özünü vurursan xəstəliyə, vurursan dəliliyə, ölkəni tərk eləyirsən, təki səndən sui-istifadə olmasın. Ona görə ayıq olun, bəsirətli olun və bəsirətli olmağın da yolu da biri də duadır. Allah'tan isteyin ki Allah bizi bu çaşkın